Salam əziz tərbiyəçi müəllimlər, biz yanaşmaların izahını vermişdik. İndi isə Lev Vygotsky və Jean Piaget nəzəriyyəsi haqqında izah vermiş olacağam. Hər ikisinə aid şəkil hazırdır və ödənişsiz kanallarda da paylaşılıbdır. İlk öncə Lev Vygotsky sosial mədəni inkişaf nəzəriyyəsi. Əsasən Lev Vygotsky yanaşma nəzəriyyəsinin əsas məqsədi uşaqların daha bacarıqlı insanlarla sosial qarşılıqlı təsir yolu ilə inkişaf etdirilməsi idi. Və Lev Vygotsky'də iki əsas zona var. Yaxın inkişaf zonası, aktual inkişaf zonası. Aktual inkişaf zonasının qısaca tərifi nədir? Özünün bir sıra tamamlanmış dövrləri ilə qeyd olunur. Yəni bu nə deməkdir? Uşağın artıq müstəqil bir şəkildə bacardığı sahə, heç kimə ehtiyac yoxdur, sərbəst bir şəkildə ona qədər saymağı bacarır. Və yaxud deyək ki, ayaqqabının bağını özü sərbəst bağlaya bilir. Yaxın inkişaf zonası hələ tamamlanmamış dövrdür. Yəni uşaq tək başına edə bilmir, böyüklərin, müəllimin dəstəyi ilə öyrənə biləcəyi bilik bacarıq zonasıdır. Məsələn, deyək ki, tapşırıq yaşlı və daha ağıllı yaşıdlarla əməkdaşlıq şəraitində və onların köməyi ilə həyata keçirilir və yaxud həll edilir. Deyək ki, məsələn, ona qədər saya bilmir. Uşağa müvəqqəti kömək göstəririk və artıq o sərbəst sayana qədər biz ona müvəqqəti köməklik göstəririk və yaxud deyək ki, üzə bilmir. Müvəqqəti köməklik göstərilir, daha sonra artıq uşaq bunu sərbəst bir şəkildə yerinə yetirə bilir. Bir də var dayaq, scaffolding, yəni müvəqqəti dəstək, uşağa yol, təkan, istiqamət verməkdir. Yəni mən burada informasiyanı hazır bir şəkildə vermirəm, yönləndirici suallarla verirəm. Və scaffoldingdə müəllim əvvəlcədən uşaqlara həm təlim məqsədini izah etməlidir, həm də strategiyaları təqdim etməlidir. Bəs yaxşı, scaffolding fəaliyyətinə hansı nümunələri çəkə bilərik? Müəllimin uşaqlara istiqamət verməsi, problemi həll etmək üçün nümunələr gətirməsi, çətin tapşırıq varsa bunu hissə-hissə, addım-addım öyrətmək, əvvəlcədən məqsədimizi izah etmək, əyani vəsaitlərdən istifadə edilməsi. Bir də var Vygotsky və Piaget'in ortaq fərqli cəhətləri. Bircə dənə ortaq cəhət var ki, o da uşaqların həyatında oyunun fəaliyyətinə önəm verir. Fərqli cəhətlər. Piaget deyir, kognitiv inkişaf sonra öyrənmə baş verir. Vygotsky deyir, öyrənmə sonra kognitiv inkişaf baş verir. Vygotsky'də sosiallıq, ünsiyyət bacarıqları, scaffolding fəaliyyəti, daha təcrübəli biri var. Piaget'də zehni inkişaf mərhələsi, dünyanın uşaqların özünü kəşf etməsi, özləri tədqiq etməsi və burada cəmiyyətin roluna az önəm verən dilin rolu minimal. Dilin rolu minimaldır. Piaget'də dilin rolu maksimaldır. Ünsiyyət var, sosiallaşma var. Bu da Vygotsky nəzəriyyəsində. İndi isə Piaget, zehni inkişafın mərhələləri. Əsasən, Jean Piaget nəzəriyyəsinin fikri uşaqların nəyi bildiyi üzərində yox, öyrənməyə gəlmə yolları üzərində cəmləşdirməyə səslənir və 4 əsas mərhələdən ibarətdir. 0-2 yaş, hissi hərəki və yaxud da sensomotor mərhələ. Əsas burada 0-2 yaşın xüsusiyyəti dünyanı uşaqların hiss və hərəkətləri ilə tanımasıdır. Uşaqları hər hansı bir narahatlıqdan, qorxudan, təşviqdən uzaqda saxlamalıyıq. Əsasən sensor təcrübə burada ön planda olur. Uşaqlar hələ tək oyuna daha çox önəm verirlər. Yəni çalışırlar ki, oyuncaqlarını heç kimlə paylaşmasınlar. Və yaxud deyək ki, 6 aya qədər uşaq əlindən düşən əşyanı unudurdusa, artıq bu 0-2 yaşın sonunda əlindən düşsə belə, əşya artıq gözünə görünməsə belə biləcək ki, o əşya mövcuddur. Bu 0-2 yaşdır. İlkin əməli, yəni əməliyyat öncəsi mərhələ 2-7 yaşı əhatə edir. Bu yaş dövrünün əsas məqsədi mən konsepsiyasıdır. Uşağın özünə fokuslanmasıdır, özünə aid olanları düşünməsidir. Məsələn, mən konsepsiyasıdır, sentrasiyadır, egosentrik düşünmədir. Ancaq öz fikirləri əsasdır. Başqalarının fikri burada önəmli deyil. Həddən artıq ümumiləşdirmə var ki, 1-2 nümunəni bütün qrupa aid edirlər. Məsələn, 2 dənə uşaq hədə qorxu gəlir, itələyir, əşyasını götürür, gəlib evdə deyir ki, onlar ikisi də qızdır, yəqin qız olanların hamısı belədir, gərək bütün qızlardan uzaq gəzin. Bu artıq 1-2 nümunəni bütün qrupa aid etməkdir. Monoloq tipli danışıq, yəni tək
başına özü, öz fikrini ifadə etməsi. Daha sonra çoxlu suallar vermək, barmaqla hesablama. Deyirəm 3-ün üstə 3 gələndə neçə edir? Uşaq avtomatik barmağı ilə hesablayıb deyir. Sinkretizm, əlaqəsiz hadisələri birləşdirmə. Məsələn, qızıl ürək deyəndə uşaq düşünür ki, hə, həqiqətən ürək qızıldan ola bilər. Animizm, canlı cansız qarışdırmaq, meyvələr danışır, külək əsəbləşibdir. Və burada adaptasiya var ki, assimilyasiya və akkomodasiyanın birlikdə işlənməsidir. Assimilyasiya ilkin əməli mərhələdədir. Yeni məlumatları mövcud beyində olan məlumata uyğunlaşdırma. Deyək ki, mən əvvəlcə at görmüşəm, indi də fil görürəm. Deyirəm ki, yox, bu fil deyil, bu atdır. Çünki mənim beynimdə olan məlumat atla bağlıdır. Fil hələ məndə mövcud deyil. Bu olur assimilyasiya. Akkomodasiya konkret əməli mərhələdədir. Məsələn, əvvəl alma, armudu ümumilikdə meyvə adlandırırdımsa, assimilyasiya mərhələsində. Akkomodasiyada almanın meyvə, armudun meyvə, pomidorun isə tərəvəz olduğunu artıq mən fərqləndirməyi bacarıram. Konkret əməli mərhələ 7-11 yaşdır. Bu yaş dövründə induktiv düşünmə formalaşır, xüsusidən ümumi nəticənin çıxarılması. Baxın, nümunə də qeyd etmişəm. Durna leylək köçəri quşdur. Tək şəxsi durna leyləyin adını çəkdim. Sonra deyirəm ki, deməli, köçəri quşlar qışda isti ölkələrə uçmaq kimi xüsusiyyətə malikdir. Artıq durna leylək fərdi oldu, ümumi köçəri quşlar ümumi anlayış oldu. Xüsusidən ümumiyə. Bu olur induktiv düşünmə. Sentrasiya, başqalarının artıq fikrini qəbul edə bilirəm. Akkomodasiyanı dedik, abstrakt düşüncələ burada formalaşmağa başlayır. Kubları rənginə görə qruplaşdırmadır, yazaraq hesablamadır, ümumiləşdirmə, fərqləndirmə, sxemləşdirmə bu yaş dövrünün xüsusiyyətidir. Formal əməli mərhələ 11 yaş üzəridir. Artıq bu yaş dövründə uşaqlar tənqidi düşünür, sistemli şəkildə planlaşdırma aparır, işini sistemli hərəkətə keçirmiş olur, sosial məsələlərə üstünlük verir, beyində hesablamalar var. Dedik ki, barmaqla hesablasa ilkin əməlidir. Yazaraq hesablasa konkret əməlidir. Beyində hesablasa formal əməlidir. Hipotetik düşünmə, fərziyyələrə əsasən düşünürəm ki, əgər yaxşı oxusaydım 50 plus nəticə yığardım. Fərziyyələrə əsasəndir. Konseptual əlaqələndirmə, niyə, nə üçün, nə səbəbə suallarına cavab verir. Bir də deduktiv düşünmə var, ümumidən xüsusi anlayışın çıxarılması. Baxın, ümumi, güllər sulanmasa çiçək açmaz. Xüsusi, demək limon ağacı sulanmasa bar verməz. Ümumidən xüsusi nəticənin çıxarılması. Bu da Jean Piaget nəzəriyyəsinə aid vacib qeydlərimiz idi.